Salam, hər vaxtınız xeyir olsun əziz izləyicilərim. Kanalıma və mətbəxtimə xoş gəlmisiniz. Bu səfərki resept əsl cheesecake dadında çox ləzzətli, meyvəli piroq reseptidir. İndi isə keçək reseptin hazırlanmasına. İlk öncə reseptdə xəmirini hazırlamaqla başlayıram. Qaba yumurta, şəkər tozu, vanil və qatığı əlavə edib tək tərkibli kütlə alınana qədər qarışdırıram. Qeyd edim ki, reseptdə istifadə etdiyim ərzağın dəqiq ölçülərini videonun açıqlama bölməsində qeyd etmişəm. Otaq temperaturunda yumşalmış kərə yağını da kütləyə əlavə edib qarışdırıram. İki stəkan unu az-az əlavə edib xəmiri yoğururam. Nəticədə ələ yapışmayan yumşaq xəmir alınır. Xəmiri uzunsov formaya salıb, bir hissəsi kiçik, bir hissəsi isə böyük olmaq şərti ilə iki hissəyə ayırıram. Donması üçün kiçik hissəni soyuducunun buzluq hissəsinə yerləşdirirəm. Böyük hissəni isə içliyi hazırlayana qədər soyuducunun orta tərəfində gözlədirəm. İçlik üçün qaba yumurta, şəkər tozu və vanili əlavə edib qarışdırıram. Yumurta və şəkər tozu tam qarışdıqdan sonra üzərinə qatıq, qaymaq və xamanı əlavə edib qarışdırmağa davam edirəm. Nişastanı da əlavə edib tək tərkibli kütlə alınana qədər qarışdırıram. Ən sonda kütlənin üzərinə xırda doğradığım çələyi də əlavə edib, çələkləri əzməmək şərti ilə ehmalca qarışdırıram. Diametri 25 cm olan qəlibin alt hissəsinə yağlı kağız sərirəm. Böyük hissəli olan xəmiri qəlibə yerləşdirib hər tərəfinə yayıram. Tam yaydıqdan sonra çəngəllə üzərini dəlikləyib daha sonra içliyi əlavə edirəm. Donması üçün buzluqda gözlətdiyim xəmiri isə üzərinə rəndələyirəm. Əvvəlcədən isidilmiş 170 dərəcəlik sobanın alt-üst rejimində üzəri tam qızarana qədər bişirirəm. Və piroqum artıq bişdi. Tam soyduqdan sonra isə üzərinə şəkər kirşanı əlavə edib süfrəyə təqdim edirəm. Kəsib içərisini sizlərə göstərmək istəyirəm. Tam cheesecake dadındadır və olduqca da möhtəşəmdir. Mütləq sınamağınızı tövsiyə etdiyim reseptlərdən biridir. Videomu sona qədər izlədiyiniz üçün təşəkkür edirəm. Video ilə bağlı fikirlərinizi şərhdə mənimlə bölüşməyi unutmayın. Növbəti reseptlərdə görüşmək ümidlə. Sevgi ilə qalın.